Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli QM televiziya izləyiciləri, hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz südü az olan qadına kömək etmək barəsindədir. Qoyun qadın xəlvət, rahat və yaxınlarının himayəsi olan bir yerdə qalsın. Körpəsini qucağına alsın, onu bağrına bassın, yaxud ona və ya onun şəklinə baxsın, onun haqqında fikirləşsin. İsti və mülayim mayelərdən istifadə etsin, amma qəhvə içməsin. Sinələri istilətsin, isti su ilə kompres etsin, yaxud çimsin. Anaya kömək edən varsa, ondan xahiş etsin ki, onun kürəyini masaj etsin. Belə ki, kürəyini əyib, başını qollarının üzərinə qoysun.